Məsələn, Ukraynada nə qədər Azərbaycana uşaq gətiriblər, ya bunlar gəliblər, ya bunları nə bilim lagerlərdə yerləşdirib, nə edirlər. Uşaqların axırı bilinmir. Onlar hamısı ora gələndən sonra hamısı itib. Demək, bunlar hamısı Epişteyn adalarındadır. Bunları hansısa yoldan aparıblar və Epişteyn özü Azərbaycanla çox sıx əlaqədə olub, hətta gəlib Azərbaycana onun adamları gəlib, onun qardaşı gəlib Azərbaycanda bütün vəzifəli şəxslərlə görüşüb, deyirlər, hətta İlham Əliyevlə də görüşüb, onu deyə bilmərəm, amma çoxlu onun görüşləri olub və bax, bugünkü gündə siz bizi hara sürüklüyorsunuz? Və mən istərdim ki, bu barədə siz biraz fikirləşəsiniz, başınızı biraz işlədəsiniz və biləsiniz ki, bugünkü gündə siz, bax, sizə göstərdiyim bu bir dənə şəkildə göstərin, baxın, bu da, bunu oxuyun zəhmət olmasa.